Ninja mamalar, salam. Deməli, çəkilişləri artıq mən Ninja Kids klubda edirəm və istədim ki, mövzumuza giriş etməzdən öncə bizim Kids klubun işgüzar valideynlər, evdə özünü itirən analar üçün necə effektiv və faydalı klub olduğu haqqında çox qısa məlumat verim, daha sonra mövzumuza keçəcəm. Ninja Kids klub saatlıq və günlük uşaq baxımı üçün ölkədə hələ ki tək konseptdədir. Çünki nəyə görə? Bizim professional coffee shopumuz var. Harda ki siz həm də gəlib rahat işləyə bilərsiniz və özünüzə zaman ayıra bilərsiniz. Kitab güşəmizdən isə istədiyiniz kitabı seçib oturub kofenizi içərək zamanınızı dəyərləndirə bilərsiniz. Odur ki, ninjakids.az saytına keçid edərək bütün məlumatları oradan əldə edə bilərsiniz. İndi isə mövzuma keçirəm. Mənə bir çox işgüzar valideynlərin evdə övladına baxıb, amma həm də evdə boş qalmaq istəməyən, öz zamanını dəyərləndirmək istəyən, onlayn biznes açmaq istəyən və eyni zamanda da onlayn blog yaradıb və bloqunu inkişaf etdirmək istəyən həddindən artıq çox insanlar yazırdı. Mən də dedim ki, bu sahədə yaxşı tanıdığım bir mütəxəssis var. Elə ondan biz bir real tövsiyələri eşidək. Qonağım, mənim illərdir tanıdığım Ülker'dir. Xoş gəlmişsən. Xoş gəldik. Çox uzun bir giriş oldu, üzürlü say. İstədim biraz auditoriyaya uzun zamandan sonra, düz bir aydan sonra, boşluqdan sonra yenidən çəkilişib qaydanda elə məlumatların hamısı nələr ki toplanmışdı verim. Ülker, biraz özün haqqında danış, daha sonrasında mən suallarıma keçəcəm. Biz Ülkeri kim olaraq tanıyaq və Ülker əslində kimdir? Ülker əslində kimdir? Çox maraqlıdır. Mən artıq 10 ilə yaxındır ki, marketinq sahəsində çalışıram və hardasa 7 ilə yaxın şirkətlərlə çalışırdım. Yəni sırf onların bu marketinq işlərini belə deyək, inkişaf etdirirdim. Tamam. Amma son 3 ilə yaxındır ki, sırf konsultasiya verirəm və dərslər verirəm. Bunun da əsas səbəbi odur ki, mən Rusiyada yaşayırdım 3 ilə yaxındır və orada öyrəndiyim möhtəşəm bilikləri düşündüm ki, itirmək olmaz və daha fərqli strategiyada başladım, belə deyək, sadəcə onlayn şəkildə dərslərimi, konsultasiyalarımı verməyə. Məni necə tanıya bilərsiniz? Məni freelance işə addım atmaq istəyən şəxslərə bir köməkçi, bir mentor, motivator belə də demək olar. Çünki həqiqətən də dəhşət çox tələbələrim olub ki, deyiblər ki, biz heç düşünməzdik ki, biz həqiqətən də freelance şəkildə pul qazana bilərik və yaxud da bunu bacara bilərik, amma sizin həm motivasiyanız, həm də istiqamətiniz sayəsində bunu elədik. Əla, o zaman mən elə freelance söhbətlər düşmüşkən elə sualıma bununla başlamaq istəyirəm. Ülker, freelance işləməyə başlayanda İlk 3 real çətinliyin nə idi? Yəni, okey, Instagramda hər şey çox gözəldir, çox azad səslənir, çox cool səslənir, amma real 3 çətinliyin nə oldu? Özəlliklə də freelancerlik kimi bizim ölkədə, belə deyək də, qeyri-ciddi yanaşılan, hətta öz valideynlərimizin və öz yaxınlarımızın belə əşinə edirsən, kompüter arxasında oturmuşsan da dedikləri bir sahə haqqında. Qəşəng, çox maraqlı sualdır. İlk ağlıma nə gəldi? Ən birincisi mənim insanların qarşısına çıxmaq qorxum. Okey. Çünki, məni bir mütəxəssis kimi tanıyırdılar. Özün də bilirsən ki, mən Facebookda aktiv idim. Digər ki, özümü bir mütəxəssis kimi Instagramda elan eləmək və sadə dildə insanlara bir növ ağıl vermək. Yəni, bunun üçün ciddi şəkildə cəsarət lazımdır. Tamam. Və mən başa düşürdüm ki, mən deməli başlamaq istəyirdim. Hətta mənim getdiyim proqramlar var idi ki, psixoloji. Mən onlara demişdim ki, məsəl üçün bir həftə ərzində mən başlayacağam, səhifəmi açacağam, aktivliyə başlayacağam. Amma o, baxdım ki, aylarla uzanmağa başlayıb və hər dəfə bir bəhanə tapırdım, hər dəfə bunu, belə deyək, təxirə salırdım və başa düşdüm ki, burada heç bir bəhanə yoxdur. Burada, yəni, mənim uydurduğum heç bir şey real deyil. Bu sadəcə qorxudur və neynədim? Qorxduğuma görə başa düşdüm ki, mən bunu özüm eləməyəcəm. Dedim, bir dənə Reels Maker götürürəm.
ona pul atıram. Ona pul atandan sonra ya o pulu itirəcəm, ya da gedib o reelsi Ya da bunu çəkdirəcəm. eləyəcəm. Eynən. Mən məsələn o tarixi qeyd eləyəndə ki, biz nə vaxt çəkiliş edəcəyik, məni əməlli başda həyəcan bürümüşdü. Hətta bir dəfə də biz dəyişmişdik o vaxtı. Başa düşdüm ki, okey, bu qədər biliyim var, bu qədər təcrübəm var. Sadəcə bunu toplayıb deyilənləri eləmək lazımdır. İfsion. Yazdım ssenariləri və mənim ilk videolarımı bilmirəm görmüşdün ya yox. Yəni orada qız əməlli başda əziyyət çəkirdi da. Yəni o qədər kəsirdim. Məsələn bir cümlə deyirdim, yəni o qədər parazit səslər var idi. O qədər, yəni az qala bir cümləni digərinə qoşub danışa bilmirdin də. Nəysə, birinci qorxum bu idi və zamanla onu başa düşdüm ki, birincisi nədən qorxursansa sadəcə ona qərar verməlisən və özünü necəsə məcbur eləməlisən ki, onu eləyəsən. Yəni bunun başqa bir yolu yox. Mənə görə də qorxuların altında yatan səbəblər olur. Yəni mən misal üçün o zaman məndən soruşsaydın, deyərdim ki, Ülker, qorxularının alt səbəbini araşdır ki, niyə qorxursan? Çünki biz adətən publikaya çıxmaqdan niyə qorxarıq? Biz haqsız rəy almaqdan qorxarıq. Biz nifrət nitqi ilə üzbəüz qalmaqdan qorxarıq. Linçlənməkdən qorxarıq və bunların hamısı gətirir bizi nəyə çıxarır ki, biz kamera arxasına keçmək istəmirik. İkinci səbəb, ikinci belə deyək, çətinliyim nə idi? Disiplin, xaos. Çünki sən kiməsə işləyəndə, yəni sənin başqa variantın yoxdur ki, bu işi təxirə salasan ya da məsəl üçün özünü pis hiss elədin, yatasan, özünə istirahət edəsən. Təxirə saldın, qazanmayacaqsan. Ay, sağ ol. Və bunun günahkarlığı bir tərəfdən, işlərin günahkarlığı bir tərəfdən, yəni bu cəhətdən çətinlik var. Ona görə orada da mən başa düşdüm ki, müəyyən bir məcburiyyətlər qoymalısan qarşıma. Məsəl üçün mən başladım həmən vaxtı konsultasiyalarımı səhərlərə salmağa və yaxud da dərslərimi ki, ən azından zoraki disiplin. Eynən, yəni bir çox şey, hətta elə olurdu ki, mən hazır olmayan proqramları belə satışa çıxarırdım, onu satırdım. Sonra artıq o proqramları hazırlayırdım ki, yəni bunu artıq məsuliyyətin yaransın. Eynən. Üçüncü çətinliyim isə nə idi? İşçilər. Yəni uzaqdan işləmək. Yəni uzaqdan əməkdaşlarla işləmək, doğru insanları seçmək, onlara nəzarət etmək həqiqətən də çətin gəldi. Düzdür, mən ümumiyyətlə inanmırdım ki, mən uzaqdan bu qədər uzun müddət idarə edə biləcəm bir komanda ilə. Yəni mən oradayam, onlar burada. Və oradan da işçi götürə bilmirəm, çünki rus dillidirlər, Azərbaycan dilində zəifdirlər, nəysə. Yəni sırf bu istiqamətdə onlara nəzarət eləmək, onların işini ölçmək, yəni bu çətin gəlirdi. Bax, səncə onda belə deyək də, əslində evdən işləmək çox cool səslənir, amma bu çox ciddi disiplin tələb edir, çox ciddi disiplin tələb edir. Ən bəsiti 9-6 işləyən insanlar o məsuliyyət hissi onları boğacaq ki, onlar saat tam 9-da işdə olsunlar. Amma freelance insanın belə bir öhdəliyi yoxdur deyə, bu məndə də zaman-zaman mənim öz şəxsi disiplinimlə məni çox zorladı. Yəni çox çətin idi. Amma belə bir şeyi götürsək əgər, misal üçün, səncə evdən işləyən biri üçün ən böyük risk nədir? Vaxt itkisi, pulun qeyri-stabilliyi, yəni bir işi götürürsən və əminsən ki, bu iş aylarla davam edəcək, amma əslində o iş bir aydan sonra dayanır. Yoxsa məhz psixoloji tərəfi, yəni burada yetərsizlik hissi gəlir, günahlandırma hissi gəlir, qorxu hissi gəlir və başqa-başqa xarici faktorlar çox ciddi təsir edir. Səndə hansılar idi? Mənim elə freelansa keçməkdə ən böyük qorxularımdan biri də o idi ki, sən demiş, qeyri-stabillik. Yəni, misal üçün, bu ay, tutaq ki, bu qədər qazandın və yaxud da bu ay sənin bu işlərin var, gələn ay bilmirsən. Yəni, xüsusən təzə-təzə başlayanda onu proqnozlaşdıra bilmirsən, onu idarə edə bilmirsən və ən əsası sənin stabil gəlir əldə elədiyin bir yer yoxdur. Amma nəyi başa düşdüm? Birincisi, bunlar hamısı həll olunur. Yəni, bunlar hamısı sadəcə bizim beynimizdəki qorxulardır. Bunu başa düşdüm. Stabillik qorxusu mən bilirəm, hər kəsdə var və bir çoxlarının bəlkə də bu səbəbə görə bu freelansa girməmək belə deyək, səbəbidir.
Amma bunun çox yaxşı tərəfi nədir? Çox yaxşı tərəfi odur ki, işləməlisən. Yəni yaratmalısan. Yəni sən necə sənin başqa variantın yoxdur. Yəni və mənə ən çox belə deyək, zövq verən nə idi? Mən baxırdım, misal üçün mənə pul qazanmaq lazımdır və yaxud da mənə bu vəziyyətdən çıxmaq lazımdır. Mən öz bir növ beynimin gücünə, ideyalarımın gücünə o gəliri qazanırdım və yaxud da o vəziyyətdən çıxırdım. Yəni bunu bilmək belə o qədər özgüvəni qaldırır. Yəni bir də baxırsan ki, məsəl üçün Ülker bu gün məsəl üçün bu qədər sənə pul gəlməlidir. Sən nəsə fikirləşdin, atdın, pullar başladı gəlməyə. Yəni onda özgüvən tavan eləyir. Əlbəttə ki, bir də bu özgüvəni belə deyim də pul dəstəkləyirsə, əslində bu pulun arxasında duran nədir? O pulu sənə ödəyən insanlardır. Kim ki deyir ki, mən sənə inanıram, sənin bilgini istəyirəm və o çox gözəl bir duyğudur. Ülker, mən bazar araşdırması elədim, çox kiçik. Azərbaycanda freelance bazarda qadınların etdiyi təkliflər qiymət olaraq və kişilərin etdiyi təkliflər. Çox qəribə şəkildə bu qiymətlər arasında çox ciddi fərqlər var idi. Səncə bizim bazarda niyə qadınlar öz əməyini ucuza satmağa meyllidirlər? Bunun arxasında dayanan nədir? Yəni düşünürlər ki, birdən mənə bu işi verməzlərmi? Yoxsa həqiqətən az bildikləri üçün bunu edirlər? Məncə az bildikləri üçün etmirlər. Sadəcə mənə elə gəlir kişilər risk eləməyə daha meyllidir və daha cəsarətlidirlər, nəinki qadınlar. Qadınlar mənə elə gəlir tutar ayran tutmaz qatı. Bilirsən necə? Həm də qadınlar öz öhdəliyinə çox qayğı götürür, əşya çox qayğı götürür və yəni düşünürlər ki, eybi yox. Qoy mən biraz çox işləyim və ya ucuza işləyim, amma bilim ki, sabah misal üçün mən özümü təmin eləyə biləcəm, ailəmi təmin edəcəm. Xüsusən də əgər yəni hətta yoldaşlı mənim yanıma yəni evli xanımlar da gəlir. Yəni mən baxıram ki, bu insanlar yoldaşından belə pul götürmək istəmir. Yəni bu dərəcə. Ona görə kişilərin biraz da qüruru var, risk etmək bacarıqları da var. Ona görə onlar qiyməti yəni baha da desələr qorxmurlar ki, bunu itirəcəklər. Okay. Əslində maraqlıdır. Çünki bilmirəm, bazar qiymətlərində həqiqətən də çox fərqli fərqlər var. Kişilərdə daha bahadır, düzdür? Kişilərdə daha baha idi və əl işlərini baxıb müqayisə elədikdə görürsən ki, bu digərindən çox da zəif deyil, amma qiymət arasında əməlli fərq var idi. Ümumiyyətlə, freelance işləyən biri minimum aylıq gəlirini necə hədəfləməlidir? Misal üçün, mən bugün bu videonu izlədikdən sonra mən qərar verirəm ki, mən freelance mütəxəssis olmaq yolda gedirəm. Amma mənim bir öhdəliklərim var və mən başa düşməliyəm ki, mənim minimum risk götürə biləcəyim məbləğ nədir? Necə bunu hesablayaq, necə bunu görək? Baxır, yəni sənin hədəfinə nə qədər qazanmaq istəyirsən. Minimum deyəndə misal üçün baxmalısan ki, birincisi mənim minimum xərc, belə deyək, aylıq xərcim nə qədərdir? Yəni aylıq ehtiyacım nə qədərdir? Və bunu misal üçün bunu qazanmaq üçün indiyə qədər sən nələrə xərc çəkmisən və yaxud da hiss edirsən ki, buna çəkməlisən də, tutaq ki, deyək, mən özüm misal üçün reklamsız başlamışdım. Yəni indiyə qədər də az qala mənim bütün işlərim reklamsız gedir. Misal üçün məndə demək olar ki, xərc yox idi. Mənim sonra xərclərim başladı. Misal üçün işçiləri götürməyə başlayandan sonra faizlə, amma onda belə biz faizlə işləyirdik başlanğıcda, sonra oca digər etapa keçdik. Bəs minimum aylıq gəliri nə qədər nəzərdə tutmalıdır ki, okey də, belə lap bir işim olsa, mən minimum bu məbləği qazana biləcəm. Ən minimum 1000 manat. Ən minimum niyə? Çünki mənim 9-cu sinif tələbəm belə var idi. Bu insan 500 izləyici ilə 1200 manatı keçmişdi gəlirlə. Yəni ən minimal belə. Hətta bir tələbəm də var idi. Tələbəm dediyim, yəni böyük insanlardı. Bir xanım da yeni bir məhsul yaratmışdı, sıfırdan səhifə açmışdı. 3 ay ərzində, yəni 3 ay müddətdə o başladı qazanmağa 2500-3000-dən çox bu şəkildə. Və o bu arada səhv eləmirəmsə o da reklam vermirdi. Orada indi belə bir maraqlı faktor yaranır da. Instagram doludur, bazar ölüb. Bu yeni işə başlamaq istəyən, bloqa başlamaq istəyən, öz biznesini Instagram üzərindən satmaq istəyən hər kəsə birinci deyilən klişe cavabdır.
Buna cavabın nə Sən- olar? Instagram həqiqətən də dolub və artıq bazar ölüdürmü? Yoxsa bu da bir miflər sırasındadır, hansına ki mənə görə ya bunu bazara gəlməməsi üçün edirlər, ya da bunu heç özləri də bilmədikləri üçün edirlər. Əslində tam da sən dediyim kimi tamamilə bir mifdir. Yəni bir insan əgər peşəkardırsa, əgər həqiqətən də insanlara dəyər qata bilirsə, yəni mümkün deyil ki, birincisi onun müştərisi olmasın, ikincisi o bazardan fərqlənməsin. İstənilən həqiqətən də yaxşı mütəxəssis fərqlənəcək. Amma təbii ki, onu doğru yolla eləyə bilirsən. Və misal üçün deyək, mənim ən qədər ingilis dili müəllimim olubdu. Yəni konsultasiyadan istifadə ediblər. Və sən təsəvvür etsən, biz onların heç birinə eyni strategiya qurmamışıq. Bax, bu nədən irəli gəlir? Ondan irəli gəlir ki, hər kəsin unikallığı, hər kəsin qatdığı dəyər tamamilə fərqlidir. Çox razıyam. Bəli. Ona görə sən misal üçün, əgər sən standart şəkildə, misal üçün, bu müəllimə belə gedir, okey, mən də belə gedim. Belə getsən, təbii ki, sənin mövqeləndirmən hamı kimi olsa, sən hamı kimi bəli, itib batacaqsan. Yox, sən əgər belə deyək, doğru şəkildə yolunu tutsan, doğru şəkildə bilsən ki, mənim fərqim nədir, mən insanlara nə qatıram, mən digərlərinə nə ilə fərqlənirəm və mən bunu necə göstərməliyəm. Yəni mümkün deyil ki, sən fərqlənməyəsən və mümkün deyil ki, sənə müştəri gəlməsin. Bax, burada indi çox önəmli bir nüans ortaya çıxır da. Qiyməti aşağı salmaq. Misal üçün, bu adətən bizneslərin satış gəlmədiyini görəndə dərhal tətbiq elədikləri endirimlər siyasəti, qiymətləri aşağı salmaq, kampaniyalar tətbiq etmək. Bəs bu sahədə bu işə yarayırmı? Yəni məhsul sahəsində bu başa düşüləndir. Yeni kolleksiya gəlməlidir, köhnə kolleksiya getməlidir. Ya da deyək ki, kafelər üçün məsəl üçün konkret zəif saatlar var. Sən nə etsən də o saatlar dolmur. Çünki insanların bir vərdiş qrafiki var. Amma sən endirim qoyaraq bu insanları heç olmasa 20%-ni bu qrafika sala bilirsən. Bəs bu bazarda necə? Həqiqətən də qiymət aşağı salanda müştəri gəlir, yoxsa bu insanın şəxsi brendimi korlanır daha çox desək? Ümumiyyətlə, mən tamamilə endirimlərə və qiyməti aşağı salmağa qarşıyam. Hər şey bir kənara. Niyə? Çünki qiymət, belə deyək, qiymətə gələn, qiymət maraqlı olan şəxslər olur. Yəni, məsələn deyək, sən nəyə fokus edirsənsə, ona da insanlar gəlir. Sən endirimli qiymətə, ucuz qiymətə fokus edirsənsə, demək ki, belə deyək, qiymət maraqlı olan insanlar gələcək. Və misal üçün... Və bu insan sabahları başqa biri daha yaxşı qiymət təklif eləyəndə ona da qaçacaq. Eynən. Yəni, 1 manat fərqlə belə gedəcək və keyfiyyət maraqlı olan insana qiymət maraqlı olmur. Bu, yəni 100%-dir. Çünki dəfələrlə səndə də, məndə də, hamıda olub ki, biz misal üçün bir şeyi almaq üçün 20 manat beynimizdə tutmuşuq, amma gedirik 50 manat alırıq, 100 manat alırıq, düzdürmü? Eynən. Bu nəyə görə belədir? Çünki biz başa düşürük ki, mənə əslində bu qiymət yox, o məhsulun verəcəyi nəticə lazımdır. Bəli. Sıfırdan biznes qurmaq istəyən adam, istəyir bu freelancerlik olsun və s. Bu insan ilk növbədə həm də şəxsi brendini formalaşdırmalıdır ki, birinci o suala cavab versin ki, niyə mən sənə güvənməliyəm axı? Bu insan üçün ilk 3 aylıq planda tövsiyə edə biləcəyin 5 təməl detallar nə olardı ki, bax sən bunu səhifəndə bunu tətbiq et, sən artıq kənardan layal insan kimi görünəcəksən deyə biləcəyin. Super. Baxın, bazarda belə bir fikir var ki, sən işə başlamaq üçün, yəni mənim ən qıcıq olduğum fikirlərdən biridir. Dizayner tutmalısan, gözəl studiyo ilə danışmalısan, logo hazırlamalısan və s. Yəni ən qıcıq olduğum şeylərdir. Niyə? Çünki görüntü mən indi sadalayacağam hansı addımlar vacibdir və görəcəksiniz ki, görüntü hansı etapdadır. Çünki mənim yanıma dəfələrlə super rejissorlar gəlibdir, super dizaynerlər gəlib. Yəni səhifələri mənim səhifəmdən belə daha yaxşıdır, amma adamların satışı 0 səviyyəsindədir. Bunun da səbəbi məhz elə budur. Çünki insanlar strategiyası başlayır, heç bilmir ki, insanları hara aparacaq, necə istəyəcək və s. Okey, bəs ilk mən olsam, misal üçün, ilk atacağım 5 addım nə olar?
Birincisi səhifəni qablaşdırmaq. Qablaşdıran zaman biz mövqeyimizi təyin etməliyik ki, biz digərlərindən nə ilə fərqlənəcəyik. Yəni bu mütləqdir. Nəyə görə qablaşdırmaq? Çünki sonra bura baxışlar olacaq. Bu baxışları itirməmək üçün. İkincisi, lead maqnit yaratmaq. Lead maqnit nədir? Ödənişsiz bir xidmət və yaxud da material ki, insanlar səndən belə deyək, risksiz şəkildə ilk atacağı sürətli bir addım olsun. Bəli, ödənişsiz material hazırlayardım. Üçüncüsü, qablaşdırmaya bərkidilmiş postlar da aid edirəm. Üçüncüsü, virus postları hazırladım. Ən azı 10 dənə. Geniş mövzuya postlar hazırlayardım, postları paylaşardım. Niyə? Çünki, amma bax bunu qablaşdırmadan sonra eləyirik. Çünki biz xüsusən də geniş mövzuya xitab eləyəndə, bəli, biz xüsusən də geniş kütləyə xitab eləyəndə biz məcburuq ki, onları qablaşdırmamızdan birini filtr eləyək. Tamam. Deməli, sonra 10 dənə virus post hazırlayardım. Tamam. Sonra və qalan, deməli, həftədə 2 dəfə isinmə postları paylaşardım. 2 dəfə də virus postlar ki, bu aktivlik davamlı qalsın. Yəni, beləliklə mən özümdə reklam effektini saxlayırdım. Beşincisi isə təbii ki, satış honisi yaradardım ki, nəyi yaradardım? Satış honisi, ruslar buna varonka deyirlər. Funnel, bizdə funnel deyirlər. Niyə? Çünki, mənə müraciətlər gəldi. Mənə, belə deyək, mən insanları bir yerə topladım. Bəs mən bunları necə isidəcəm? Mən bunları necə satacam? Və bu strategiyanı qurardım ki, insanlar yavaş-yavaş, etap-etap isinsin və məndən alsın. Əla. İndi burada belə bir nüans girir ortaya. Bütün bu işləri etmək üçün sadəcə sosial media marketinqini öyrənmək kifayətdirmi satış etmək üçün? Yoxsa sənin başqa qabiliyyətlərin və bacarıqların da mı olmalıdır? Bu arada fikir verdim, bu 5 dənə addımdan heç birində görüntü yox. Yəni yəni növbəti addımlar. Çünki bunları mənə görə də, yəni görüntü bəzən belə deyək də, o bizneslərdə lazım olur ki, bilmirəm, bəlkə də çox daha çətin sahələrdə, amma bu sahədə daha çox sanki insanın bilgisi və real nəticələri ön planda olmalıdır kimi gəlir. Məsəl üçün, mən hər zaman bu sözü sevirəm də, işin sənin əvəzindən danışsın. Sən çox şey danışa bilərsən, amma biri bir şey haqqında danışanda sən qürurla və fəxrlə deyəsən ki, hə, bax onu mən eləmişdim və s. Və bunun verdiyi həzz və bunun verdiyi rahatlıq və özgüvən çox daha başqadır. Bəs SMM öyrənmək kifayətdirmi? SMM baxırsan nə öyrənirsən. Yəni, misal üçün deyək, sən əgər gedib SMM dediyin, tutaq ki, reklamı və post hazırlamağı öyrənəcəksənsə, heç bir strategiyanı bilmirsən, sən ümumiyyətlə bilmirsən ki, insanlara hansı mesajı verməlisən, o halda kifayət eləmir. Çünki mənim yanıma, yəni sıfırdan adamlar belə gəlibdi, hansı ki, sadəcə Instagram idarə edirdi və İnanın ki, mən nədən sonra əmin oldum ki, bu postların görüntüsü, studiya falan boş şeydir. Çünki bir tələbəm var idi, psixoloq. Onun satışları artmışdı. Mən onun videolarına baxıram. Yəni, tələbəm olmasına baxın, yəni bərbad gündə idi da. İstər keyfiyyəti olsun, istər görüntüsü, istər də yəni, belə deyək, uyğunluq da, bu ekrana uyğunluq. Hamısı bərbad gündə idi, amma xanım deyir ki, satışlarım artmışdı. Bunu nəyə görə deyirəm? Çünki yəni hazırda bazarda öyrədilən bu texniki tərəflər, yəni SMM dediyimiz texniki bilgilərdir. Çünki hansı ki insanlar yazıb YouTube-dan da öyrənə bilər, başqa yerlərdən də öyrənə bilər. Yəni mən hətta deyirəm ki, misal üçün əgər tutaq ki, post hazırlamaq istəyirsənsə, mənim dərsim var, sənə ödənişsiz bölüşüm, amma bu sənə satış gətirməyəcək. Çox əla. Bəs Ülker, hansı mərhələdə freelance işləyən biri artıq başa düşməlidir ki, o komandaya keçsin? Bax, mənim ən sevmədiyim bir şey var da, bu marketinq agentlikləri, reklam agentlikləri bəlli bir yerə qədər çox yaxşı işləyir. Daha sonrasında müştəri portfolyosunu artıranda mövcud keyfiyyətdə məhv olur, cavab vermələrdə gecikir və belə deyək də, keyfiyyət də ölür. Məsəl üçün, dəfələrlə neçə marketinq agentliyi ilə işləmişəm, fərqli layihələr və bizneslər üçün. Günün sonunda başa düşmüşəm ki, mən ən yaxşısı bunun, belə deyək də,
özünün mütəxəssisi ilə ayrı işləsəm daha yaxşıdır. Nəinki bu formada. Yəni bax orada mənim üçün ən təhlükəli olan nüans budur. Freelancer işləyən biri artıq özünə komanda qurur. Nə vaxt komanda qurmalıdır? Ya da neçə işdən sonra bu adam artıq deməlidir ki, artıq mən çatdırmıram. Ya da mən özüm kimi birini də bu komandaya cəlb edim. Çox qəşəng sualdır. Birincisi, mən misal üçün belə deyək, müraciət patoku olmadan, müştəri patoku olmadan komanda qurmağa tamamilə qarşıyam. Çünki birincisi sən tələbatı bilmirsən, ikincisi sən bilmirsən ki, ümumiyyətlə sən nə satacaqsan, necə satacaqsan və bunu bilmədən komandanı götürməyin nə mənası var? Çünki sən heç bilmirsən ki, onlardan nə istəyəcəksən. Qaldı ki, ilk ehtiyac olan nədir? İlk ehtiyac olan odur ki, davamlı şəkildə sən görürsən ki, sənə müraciət var. Sənin satışların var və müəyyən artıq stabil bir gəlirin var. Yəni müəyyən, misal üçün bilirsən ki, bu gəlirdən çıxmırsan da. Bu zaman misal üçün mən satış meneceri götürmüşdüm ilk dəfə, çünki başa düşdüm ki, mənim insanlarla danışmağıma çox vaxtım gedir. Və baxırsan ki, bunlardan nəyi ötürə bilirsən? Bəs nə dərəcədə əminsən ki, bu satış meneceri həqiqətən sənin satdığın kimi sata biləcəyi misal üçün? Bu da super sualdır. Mən əmin deyiləm və mənim əksər satış menecerlərim ümumiyyətlə bu sahədə təcrübəsi olmayıb, amma onlar bu dəqiqə elə bir şəkildə satır ki, insanlar sırf onların o satış bacarığına görə, insanlar da ki, yəni sırf sizin bu bacarığınıza görə mən bunu alacağam da, heç bilmirəm içində nə var, o dərəcə. Mən əmin deyildim. Mən sadəcə bir strategiya qurmuşdum. Yəni A-dan Z-yə mənim 3 dənə segmentim var idi, 3 dənə müştəri qrupum vardı. Hər birinə aid mən yazmışdım hansı etapda hansı sualı vermək lazımdır, etirazları necə bağlamaq lazımdır, söhbətin ortasında necə danışmaq lazımdır, qiyməti nə vaxt demək lazımdır, qiymətdən sonra nə etmək lazımdır və s. Yəni bunları mən prezentasiyada hazırlamışdım və ancaq ondan sonra ötürmüşdüm. Bunu ötürəndən sonra sən birbaşa müştərilərə yəni vermirsən onu. Deyirsən ki, məsəl üçün, okey, birincisi özün danışırsan müştərilərlə, göndərirsən ki, bax bu şəkildə danışdım, o özü üçün qeydləri götürür. Mənim yəni xüsusi dərslərim də var buna aid. Ondan sonra mən deyirəm ki, okey, bax götür bu 3 nəfərlə də sən danış. Ondan sonra da o göndərir öz danışıqlarını, mən o düzəlişləri edirəm və hardasa ən azı bir ay ərzində bu düzəlişlər gedir. Hardasa bir aydan sonra oturmağa başlayır. Və ondan sonra onlar belə məndən yaxşı satmağa başlayır. Əla. Bəs belə bir şey soruşum da Ülker, ümumiyyətlə ən yaxşı qazandığın dövrdə ən çox itirdiyin şeylər nə oldu? Hansılar ilk anda ağlına gəlir? Deməli, itirdiyim şeylər nə oldu? Freelance işlədiyim zaman itirdiyim enerji və psixoloji durumu deyə bilərəm ki, bir müddət gəlir burnout olursan və Allahdan sənin heç hansı toparlanmağa imkanın olur və toparlanırsan. Amma ən çox itirdiyim mənim 9-6 və 6-dan sonra dərs dediyim dövrlərdə oldu. Hansı ki, mən o zaman sağlığımı itirməyə başlamışdım. Çünki avtonom rejimdə təsəvvür elə səhər saat 9-dan axşam 10-a 11-ə qədər işləyirdim və özüm belə hiss eləmirdim ki, mən necə işləyirəm. İndi təsəvvür belə eləyə bilmirəm ki, mən o qədər necə işləyəcəm və yaxud da işləmişəm. Yəni bunları itirdim sağlığımı. Ülker, əslində çox ciddi nüanslardır. Çünki biz bəzən düşünürük ki, bunu edim, sonra buna qayıdaram. Ya da bunu birinci prioritetə qoyum, sonra sağlamlığımla məşğul olaram. Amma bir də baxırsan ki, sağlamlığın da gedib və sağlamlığın getdiyinə görə sən artıq bunu edə bilmirsən. Və ona görə də mən hər zaman deyirəm, mənim ən çox sevdiyim bir şey var. Bir də gördünüz ki, gərgin günün ortasında mən qaçıram masaja. Çünki bu ancaq rahatladır və məni qopardır mövcud dünyadan və həqiqətən də çox dincəlirəm. Ona görə də mən hər zaman bizdə xanımlara özəlliklə də analara bunu tövsiyə edirəm ki, tükəndiyini hiss elədiyin anda gətir uşağını ninjaya qoy, qaç 1 saatlıq uzaqlaş. Yəni 1 saatlıq, misal üçün əvvəllər var idi ki, valideynlər var idi ki, deyirdi ki, mən bilmirəm hara qoymuşam, mən bilmirəm necə eləyəm və s. Biz o məsələni həll eləmişik. Gətirsən, qoyursan ninjada, 1 saatlıq, 8 saatlıq, günlük, 2 saatlıq, 3 saatlıq sənə necə sərf edirsən. Və daha sonra gedirsən masajına, özünlə tək kofe içməyə, hətta ninjada qalmağın belə şərt deyil də, yəni. Və ona görə də düşünürəm ki, hal-hazırda üçün biz həqiqətən də həm də
çox xoşbəxtik ki, belə bir dövrdə yaşayırıq. Hardakı hər şey əlçatandır və imkanlar var. Ülker, bəs sonuncu 2 sualım qalıbdı və mənə çox maraqlıdır ki, heç olubmu ki, misal üçün elə bir xidmətlərin olub ki, sən bunu insanlara satmısan, onlar bunu işlədə bilibdi, amma sən özün özünə tətbiq edə bilməmisən. Özümə açığı ağlıma gəlmir. Çünki elə bir ki, mən bir şey yaradanda birinci özüm yoxlayıram. Baxıram ki, mən işlədə bilirəm və sonra misal üçün əməkdaşlarıma deyirəm ki, baxın, yəni başa düşürsünüz mü, çətin deyilmi? Onlardan da jokey alanda yəni yaradıram onu. Okay, onda bu sualdan pas keçirik. Bəs bugün Ülker hər şeyi sıfırlasaydı, yenidən freelansa qayıdardımı və yenidən marketinq sahəsini seçərdim? 100% bəli. Okay. Çünki bəzən o burnout dövrlər olur. Həmin dövrdə sənə bir dənə geri dönüşlər gəlir. Ki, misal üçün 32 yaşında... Məhz həmin dövrlərdə gəlir. Ayrı vaxtda misal üçün heç kim elə bir rəy yazmır, amma həmin dövrdə sağ ol. O rəylər axmağa başlayır. Eynən. Elə bil ki, sənə bir kainat göstərir ki, Ülker, pes eləmə və yaxud da təslim olma və burada qal. Eynən. Çox təşəkkür edirəm Ülker. Həqiqətən çox gözəl bir çıxışlar oldu. Məndə çox maraqlı oldu, super idi suallar. Ümid edirəm ki, izləyicilər də bundan fayda götürəcəklər. Məndən uzun zamandır soruşurdunuz ki, freelance sahəyə keçmək necədir və s. Mən çox daha proseslərə realistik yanaşdığıma görə istədim ki, mənlə həmfikir olan və yaxud da ki, bəzi təzadlı fikirləri olan bir həmkarımla bu podkastı çəkim. Ümid edirəm ki, siz də ən az bizim qədər bu prosesdən həzz aldınız. Növbəti Ninja Mama podkastlarında görüşənə qədər hələlik özünüzə yaxşı baxın.